Hər birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Bu günləri sizə gözəl bir qiymətə təklif olunan 2 mərtəbəli 4 otaqlı evimizin təqdimatıyam. Təqdimata 2-ci mərtəbənin dəhliz hissəsindən başlamışam. Gördüyünüz kimi 1-ci mərtəbədən qalxan pilləkənlər akkara taxtdan istifadə olunub. Bölgü dəhliz vasitəsilə 2-ci mərtəbədə 3 yataq otağı yerləşir, sanitar qovşaq. Yataq otağından birincisini göstərim sizə. Eyvana çıxışı var. Bu hissədə digər yataq otağı, ən böyük yataq otağı burada dəyərli izləyicilərimiz. Mərtəbə arası manat betondur, müştə cüt daşdan inşa olunub, fundament, kəmər, hər birisi mövcuddur. Aynaların qarşısı hər birisi açıqdır. Burada iç qardırop üçün yer saxlanılıb. Gördüyünüz kimi üstünlüklərdən biridir. Qardırop əlavə yer tutmur. Burada isə 2-ci mərtəbənin sanitar qovşağı yerləşir. Ölçülər genişdir. Mən düşək 1-ci mərtəbədə yerləşən qonaq otağı, mətbəx, sanitar qovşağını göstərib. Figurlardan, sport işıqlardan, fon işıqlardan işlənilmiş dəhliz hissəsi. Gördüyünüz kimi belə bir geniş dəhliz hissəsi var. Pilləkənlərin alt hissəsində belə bir geniş ərazisi var ki, burada qardırop yığdırıb artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Qonaq otağındayıq. Gördüyünüz kimi geniş qonaq otağı var. Vitraj pəncərə həyətyanı sahəsinə baxır. Burada isə mətbəx yerləşir. Hər bir aynanın qarşısı açıqdır dəyərli izləyicilərimiz. 1-ci mərtəbənin sanitar qovşağı. Abşeron rayonu Masazır qəsəbəsi 6 nömrəli məktəbin yaxınlığında yerləşir. 569 nömrəli marşrut xəttinə də yaxındır. Start və qiymət 98 min manata təklif olunur. Real müştəridən razılaşma olacaq. Həyətin 2 maşın daxil olur. Gördüyünüz kimi üz görünüşünə baxın. Bu cür gözəl üz görünüşü var və hündür zirzəmiyə malikdir hörmətli izləyicilərimiz. Baxın, adam boyu hündür zirzəmisi var. Bütün otaqların altına keçmək olur. Daş disklidir. Kəməri fundamentdə özü görürsünüz dəyərli izləyicilərimiz. 60-40 fundament. Mərtəbə arası manat beton və sonda kəmər də mövcuddur. Kupçalı evdir, dövlət ipotekasına yer alırdı. Bütün kommunallar var. Əlaqə saxlayıb daha yaxından tanış ola bilərsiniz. 051 635 1797 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Bir şey də xatırladım ki, evin sağı da solda boşdur ki, həyətyanı sahəsinə heç bir pəncərə baxmır. İstədiyiniz təfkiri axtarırsınızsa müraciət edin. 051 635 1797 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.